Salam aleykum, hamını yeni videodan salamlayıram. Bir neçə vaxt idi servis vlogu yox idi, çünki maşın demək olar ki sürülmədi. Bu Ramazan boyu yəni nə taksidə demək olar ki sürülmədi, nə turlarda işləmədim. İndi çoxdan da vaxtım yox idi. Bu günləri boş vaxtımız oldu. Gəlmişik yenə də avtoprojektə. Demək maşınımız 33.000 probegdədir. İndi ilk olaraq yağ dəyişmə eləyəcəyik. Daha sonra razval balans, təkərlərin yer dəyişməsi falan bunların hamısını eləyəcəyik. Çünki hər 10.000-dən bir eləmək lazımdır. Və biraz da maşın haqqında 33.000 ərzində real nələr oldu, nələr olmayıb. Onlar haqqında da sizə məlumat verəcəm inşallah. Zaşitnik qoruyucu açıldı. İndi yağımızı boşaldacağıq və o vaxta qədər də digər ustamız yaxınlaşdı inşallah maşına. Çalışacağıq tam baxış keçirək. Yəni perdoks səsinə düzdür, heç bir narazılığım yoxdur. Səs, küy falan heç nə yoxdur, amma hər ehtimala bir yoxlanış eləmək istəyirəm və diagnostikada mütləq olunacaq ki, baxaq nə problemləri var falan. Yəni amortizatorlarda yoxlatdıracağam, yağ axıdan falan yerləri varmı yoxsa yox. Onlar üçün baxdıracağam. Belə də özünüz gözlə görə bilərsiniz. Demək bir araya iki iş saldıq. Hələ maşın təkərləri burada da üzərindən çıxarılır və balansa gedir. Daha sonra maşın yağ dəyişmə bitəndən sonra gedəcək inşallah razvala. Bir dəfəli həm də təkərlər ustanın uyğun bildiyi formada yenə də yer dəyişmə olacaq. Arxa qabağa və yaxud da X vari, ona indi usta özü qərar verəcək. Bir də ki mən burada çəkiliş elədiyim vaxtı aşağına falan girirəm. Normalda yəni burada gözləmə zalı var. Burada keçib otura bilərsiniz. Maşın qabaq təkərləri getdi. Bunlar da belə əyri olmasına baxmayın. Boltlar açılıb deyə belə əyri durub. Burada gördüyünüz kimi çıxartdılar. Demək yağımız da buradadır. 3 litr. Amsoil. Gördüyünüz yağ da budur. Keçən dəfə də bundan dəyişmişdim. Gördüyünüz olaraq təsnifatla tam uyğun gəlir. Yəni 0.20 və SM Plus AP servis SP. Yəni bunu indi video gedə-gedə də çalışacağım screenini yenə də qoyum. Görəsiz zavodun öz qoyduğu təsnifat kodu ilə tam olaraq uyğun gəlir. Və boçka yağından qorxmayın. Tam orijinal olmasına, yəni adım kimi cavabdehim. Amsoil'un bu yağına. Demək yuxarıda oturub rahat çayınızı içə bilərsiniz. Həmən vaxtda da ustalar maşınımıza tam olaraq qulluq eləyəcəklər. Demək burada da təkər balans olunur. Görürsünüz 10 qram, 15 qram biraz qruz istəyir. Amma maşından ümumi təkərin vəziyyəti yaxşıdır. Yəni 30.000 getmiş təkər üçün vaxtında qulluq eləsəz 20 falan baş verməyəcək. Bu arada yəni gördüyünüz Kia, Changan, Volkswagen, yəni bütün maşınlara burada Zeekr, Tesla, Changan, Jetour, Changan, Volkswagen, Li, yəni bütün növ maşınlara qulluq olunur. Yəni ixtisaslaşmış ustalar, yəni bütün növ elektromobil və plug-in hibridli maşınlara burada baxılırsınız. Az öncə kadrlarda gördüyünüz maşın Changan'dır. Yəqin ki o maşın avariyası bir çoxunuzla tanışdı. Allah köməklər olsun. Belə maşın yağı dəyişildi. Demək yağı dəyişildi, yağı töküldü. Təkərlərin 4-ü də balans oldu artıq yağ dəyişənə kimi. Yararlana bilərsiniz belə bir
Vaxt tezliyində də uda bilərsiniz burada. Demək, təkərlər indi təkərlər yox, maşın ümumi olaraq razvala gedəcək və bu arada təkərlər X varı yox, elə necə sağ sol, yəni arxalar qabağa, qabaqlar arxaya keçdi. Təkərlərin vəziyyəti 33 min getməsinə baxmayaraq dediyim kimi yaxşıdır. Baxa bilərsiniz, vaxtında qulluq eləsəz, yilmə olmur. Buyurun. Yəni məndə elə də bir razval balansı yox idi, heç bir şikayətim yox idi. Amma onunla belə görürsünüz ki, bir 10 qram, 15 qram hər tərəf istəyir. Bütün təkərlərimiz qaydasında yağ dəyişildi. İndi yaxınlaşıb yenə də reglamentlə nəyəsə baxılmalıdır, onları da təkrarən yoxlayacağıq. İnşallah mərhələ şəkildə. İndi buradan çıxaq, gedək razvala. Daha sonra kompüterə salıb bir daha da yoxlatdırarıq. Düzdür, ekranda check engine falan heç bir problem yoxdur. Yenə də tam diaqnostik olunması ehtiyac var. Yəni ola bilər ki, elə bir şey olar. Biz onu hiss eləmərik, amma bir problem öz-özünə davam etmiş olar. Yağ dəyişildi. İndi gedirik razvala. Bir də bu arada payrovkalıq işimiz var. Gəldi indi razvala. Bu arada razval balansın olması tək fikirləşməyin ki, təkərin yeyilməsinə səbəb ola bilər. Təkərim də yeyilsin, nə bilim 80 manat, 100 manat da alıb qoyacağım üstünə. Ki, hər dəfə yer dəyiş falan 30, 40, 50 indi kimi baxır harda dəyişəcək. Amma buradakı bizə aid, yəni BYD-yə aid və çalışacağım ki, yeni yaranmış qrupumuz var, BYD qrup. Bu arada linki həm videonun şərh bölməsində, həm də rəylərdə sabitlənmiş formada görə bilərsiniz. Amma xahiş edirəm sırf BYD sürənlər, çünki hamının bir-bir yoxlayıram. Yəni qrup üzvləri özləri təsdiqləyə bilər. Heç kim qrupa, yəni sorğudan keçmədən, yəni ki əmin olaq ki, sırf BYD sürənlərdir. Ay marağı olanlar falan başa düşürəm hamısını, amma xahiş edirəm sırf BYD-ni sürənləri özləri daxil olsunlar və BYD qrup üzvləri üçün də ayrıca bir endirimlər olacaq gələcəkdə. Nəinki Avtoprojektə aid digər demək ehtiyat hissələri və yaxud da hər bir şey ola bilər. Yəni detailing yerlər də ola bilər. Yəni kimçiska, polirovka olan yerlər, yəni maşına aid Karoçidə hər bir şey, yəni aksesuar satanından tutmuş hamısı sırf bizim izləyicilərə, BYD qrupun üzvlərinə endirimləri olacaqsa, onlar hamısı inşallah biraz abunəmiz çoxalsın. 55-56 nəfər adam var qrupda və mütəmadi olaraq görüşlərimiz də olacaq və xüsusi endirimlərimiz də olacaq. Belə, indi qayıdım razval balans söhbətinə. Razval balans dediyim kimi təksin təkərlərinizi yemir. Bu sizin demək yanacaq sərfiyyatınıza da təsir eləyir və askı sisteminə, yəni peridoka da böyük təsir olur. Yəni peridokun daha tez sıradan çıxmasına səbəbkar olur. Odur ki, yəni maşın təkərin üzərində dayanır, bunu biləsiniz. O yüzden də təkər maşında çox vacib bir nüansdır. Yəni fikirləşməyin ki, rezindir, yiyiləcək, tullayacam, gedəcək. Yəni bunların hamısına siz nəzarət eləməlisiniz mütləq şəkildə. Demək, razvalımız bitdi. İndi isə keçirik diaqnostikaya. Demək, gördüyünüz kimi universal deyil. BYD-nin sırf özünündür. Usta, bu tam detallı bütün her şeyini çıxarır da, düzdür. Destroyer 05.
Deməli, bir dənə bizdə çıxdı ekrana aid olanlar, GPS saat var, bütün maşınlarda olur bunlarda. Çindən O heç gətirilən bir qorxusu maşınlarda, yoxdur da. yox. Çindən gətirilən bütün maşınlarda bu olur, GPS. Çünki oranın qeydiyyatında GPS şey, Görmür, aşıqanı verir. aşıqqa verir orada. Bu acı klima kontroldur. Nasıl problem var şeydə, kondisionerdə? Yaşamamışam. Amma bu birinci dəfədir mən diaqnostika eləyəndə bu kondisioner Bu çıxmışdı. şey göstərir, history göstərir. Yəni olub nə vaxtsa olub yanıb, yəni aktiv deyil. Aha, okey. Bunlar kurrent deyil, bunlar aktivdir. Aha. Network zad bunlar elə bil ki bizim GPS tanımır da, ərazini tanımır ona görə. Aha. Bu Çin bazarı üçün buraxılmış Çin bazarı maşın üçündür, üçün ona görə. Bunlarda nə vaxtsa olub, ani momentdə olub, historiada, yəni tarixi yəni göstərir. Mən bunları siləcəm indi. Keçək. Bunlarda bilsən nə olur? Məsələn, kondisioner hava 0 dərəcədən aşağı düşəndə klimada burada bu kondisioner şəhərsi bunu buranda işləmir. O soyuqdur, ona görə də Soyuqdur, artıq hə. işlətmir də şeyi. Bunu basırsan məsələn, özü sönür. Atırsan sönür, atır. O ona görədir ki, elə bil ki, artıq enerji istifadə eləməsin deyə özü söndürür. Özü söndürür. Hava soyuqdur, onsuz Başqa da. aşıqqa görməmişəm yəni burada. Başqa ekranda heç nə aşıqqa yanmayıbsa, yəni onun Yanmayıb, alt yox. maşında heç bir aşıqqa, aktiv aşıqqa heç biri yoxdur. Hamısı da təmizdir. Əla. Bu normal. Təşəkkür. Tam olaraq diaqnostikada olundu. Artıq heç bir problemi yoxdur. Yenə də deyirəm, məcburi deyil. Sadəcə olaraq öz rahatçılığı olsun, istəsəz elətdirə bilərsiniz. Dediyim kimi, məndə heç bir aşıqqa falan heç nə çıxmamışdı. Sadəcə olaraq dedim, salım. Baxmada 33.000 gedib. Və sizə də göstərim ki, maşında hal-hazırda heç bir problem yoxdur. Bu arada periyodoku da bayaq ustamız yoxladı. İndi onların öz yoxlama üsulları ilə və heç bir səs falan, heç bir şey çıxmadı. Bu arada periyodoku da mənə görə çox dözümlüdür. Mən birəylərdə yazarsınız BYD sürənlərdən kimdə periyodokda hər hansısa bir problem olub. Yəni özündən, yəni latoka güclü udara salmamışsınız, amma belə bir problem baş verib. Hətta mən sizə deyim ki, mən bu 33.000 probegin təxminən bir 23.000-in rayon yollarında sürmüşəm və çox da latoklara, pis yollara sürmüşəm bu maşını, amma şükür Allaha ki, maşının heç bir problemi yoxdur. Bir də bir şeyə aydınlıq gətirəm. Bu servisə yaxınlaşanlarda yəqin ki soruşulub. Başqa da yerlərdən məndən dəfələrlə WhatsAppda falan soruşmusunuz ki, bu maşının nə qədər yağ gedir. Demək, zavod tövsiyəsi 3 litr olmasına baxmayaraq, bir çox ustalar və burada olan ustalardan daxil bu maşına 3 litr 200 yağın getirməsini tövsiyə edirlər. Yəni 3 litr tökəndə deyirlər ki, minimalda qalır. İndi mən bu günləri tam yoxlaya bilmirəm, çünki maşın hal-hazırda şarjı çoxdur. Ona görə də abrod versən, yağ işləmir ki, yoxlansın. Sizə indi bunun tam düzgün yoxlanma qaydasını deyim. Yəni bir dənə burada qaza bastınız 1 dəqiqə, ondan sonra urvenə baxdıq, ondan düzəlmir. Maşın tam olaraq 10 dəqiqə hibrid rejimdə, yəni motor işləməlidir 10 dəqiqə və ondan sonra gətirib belə bir düz yerdə saxlayırsınız maşını, düz yerdə və maşın biraz yenə də yerində də dayanır və ondan sonra şubu çıxardıb yoxlamaq lazımdır. Yəni 3 litr ilə 3 litr 200 arasında heç birinin qorxusu yoxdur. Yəni orada 200 qram çox da böyük bir rol oynamır. Zavod tövsiyəsi 3 litrdir. Yəni də dediyim kimi ustaların tövsiyəsi 3 litr 200'dür. Belə. Mən indi sizə servisin ünvanını da təxminən göstərim. Düzdür, Waze-də yazırsınız. Avtoprojekt tam olaraq çıxır. Baxın, bu Koroğlu metrosundan, arxadan gələn yol Koroğlu metrosundan üzü Razinə gedən yoldur. Yəni bu yola Fidan yolu deyirlər. Waze-də də yəni Avto Project yazanda Avtoprojekt yazırsınız. Bax bu qaydada Bəşir Bünyadov küçəsində düz sizi gətirir bu servisə. Gördüyünüz bu servisdə
Və bu da BYC qrupdur yaratdığımız. Qardaşlar hamısı bir-birinə suallar verir, cavablandırılır. Yəni bu qrupu da açmaqda bir növ məqsədim oldu ki, yəni gələn mesajlardan gələn mesajlara biraz az cavab verim. Çünki həddindən çox yazanlar var, artıq çatdıra bilmirəm. Arada incilik baş verməsin deyə qrupu yaratdım ki, insanlar da BYC sürənlər sırf bir-birlərinə kömək eləsin, sualları cavablandırsın mənsiz. Çünki bəzən çox bəsit, bir çox videolarımda danışdığım şeylər gəlir. Nə bilim, yəni qapılar açılanda işıqlar necə açılsın? Məsələn bu işarədə, yəni bunu bir çox videolarda göstərmişəm. Və yaxud da şüşələr çöldən necə bağlansın falan filan. Yəni yanacaq sərfiyyatı ilə bağlı bir-birlərinə müraciət edirlər. Kim hansı rejimdə sürür, kim hardan benzin vurur, kim nə yağ tökür falan filan. Yəni bu tip söhbətlər olur. Və qrupun da nəzərinizə çatdırım ki, bəzi qaydaları var. Yəni reklam olmaz. Hər hansı bir digər qrupların linki atmaq olmaz. Çünki bəzən görsən ki, biri gəlir deyir ki, falan maşın satıram, bunu edirəm, onu edirəm, falan şey. Yəni bir çox şeylər, yəni çox da dərinliyinə getmək istəmirəm. İndi isə qiymətlər barədə. Demək, yağ dəyişmə kampaniya davam edir 85 manata. İndi kampaniya bitdiyi müddətdə də olacaq 120 manata. Hələ ki kampaniya davam edir. Yəni mənə bildiriş gəlmədən və mən sizə demədən ki kampaniya bitdi, elə bir şey ola bilməz ki, sizə deyilsin ki, yox, kampaniya bitdi, 120 manat ödəniş ödə. Demək, yaxınlaşırsınız və deyirsiniz ki, Türkiyənin kanalından gəlmişəm və ondan sonra sizə bu indi sırada dediyim endirimlər olacaq. Demək, yağ dəyişimi olacaq 85 manata, yağ filtri və servis haqqı daxil 85 manata, Amsoil 3 litr 200, fərqi yoxdur. Nə qədər töksəz, eyni qiymətlə hesablanacaq. Razval balans hər ikisi 40 manatdır. BYC qrup və bu videodan gələnlər üçün qiymət olacaq 35 manata. Və diagnostika, ona da 5 manatdan endirim olunur. Normalda 30'dur. Qiymət endirim nə olacaq? 25 manata. Bu arada əgər siz bu 35 manat razval balans sedanlara aiddir. Demək, SUV, yəni ciplərə qiymət olacaq 55 manat. O da 60 manatdan 55 manata düşür. Bir də yəni bu videonu izləyirsiniz amma BYC sürmürsünüzsə, yenə də yaxınlaşıb endirimli qiymətlə, məsələn, Kanqanları falan endirim əldə edə bilərsiniz. Yəni Türkiyə promokodu servisdə keçərlidir. Və bizim özümüzə də maraqlı olacaq və kim daha çox yayılacaq, hansı modellərə üstünlük təşkil olunarsa, həmin modellər üçün də mütləq ki bir kampaniya təşkil edəcək. Və bir də müdiriyyətdən xahiş elədilər və mənim özümdən soruşdular ki, rəylərdə nəsə bildirənlər var, yəni geri dönüşlər nədir? Dedim ki, rəylərdə cəmi bir dəfə negativ bir rəy yazan olmuşdu ki, bir də oraya yaxınlaşmaram. Yəni real demirəm indi digər servislərin ustaları, nə bilim adamları, adam nəfərləri gəlib yazsın. Zəhmət olmasa konkret faktla, ayın tarixi ilə, maşın nömrəsi ilə hər hansı bir şikayətiniz varsa bildirin. Yəni müdiriyyət bunun üzərində çox çalışır. Yəni geri dönüşlər və feedback deyə indi kim hansı dildə deyirdisin, geri dönüşlər çox önəmlidir şirkət üçün. Və mütləq məndən soruşdular ki, yəni real faktlar əsasında nəsə bir şikayət varsa, zəhmət olmasa bildirsinlər. Keçən hansısa bir vlogların birinin altında yazmışlar. Mən həmən rəyi də silmədim. Soruşdum ki, nə olub, səbəb nə olub? Mənə heç bir cavab verilmədi.
Zəhmət olmasa siz də rəylərdə bildirin. Yaxınlaşmısınızmı avtoprojektə və hər hansısa bir problemlə, qiymətlə bağlı, servislə bağlı, yəni xoşunuza gələn, gəlməyən bütün rəy və təkliflərinizi verə bilərsiniz. Mən də çatdıracağam və avtoprojektin özündən də bu məsələ ilə maraqlanılacaq, rəyləriniz oxunulacaq. Düşünməyin ki, yəni boşuna demiş olursunuz. Bizim üçün çox önəmlidir. İndi növbəti bu videodan sonra yaralananlar da zəhmət olmasa getdiniz. Elə servisdən çıxanda və yaxud da servisdə olanda zəhmət olmasa yazıb bildirərsiniz. Yəni mənim şəxsimə yazırsınız. Ehtiyac yoxdur, elə rəylərdə yazın ki, müdiriyyətin özü də tanış olsun, görsün, bilsin ki, yəni geri dönüş necədir. Mənim üçün də çox önəmlidir. Bir də sizdən belə bir xahişim var. Növbəti videolarıma buna aid bir video çəkmək istəyirəm. BYD Destroyer-a aid. Kim Plus da onsuz eyni şeydir. Kim Plus Destroyer-a aid. Kimin nə sualı varsa istənilən bir yerdən bildiklərimi və bilmədiklərimi, əgər bütün sualları bilmiş olsam, özüm tək çəkəcəm videonu. Yox, əgər bilmədiklərim də olsa, hansı ki mümkündür. Yəni mən hər şeyi bilmirəm. Sözsüz ki və həmən suallarınızı ustalarla bir yerdə inşallah ki cavablandıracağam. Belə bir videonu düşünürəm. Bir də zəhmət olmasa, əgər bu videonu izləyənlərdən kimsə və yaxud da kimisə tanıdığı BYD sürən digər Çin avtomobilləri də olar, ödənişli şəkildə podkast tipli videolarda çəkmək istəyirəm. Çünki çoxdandır podkast tipli videolar çəkmirəm. Geri dönüş edib bir çox yeni avtomobilləri çəkmək istəyirəm. Zəhmət olmasa rəylərdə yazın. Kimin 100 mini keçmiş və yaxud da 100 minə yaxın 90 min də civarında ola bilər. BYD sürən tanışı varsa, zəhmət olmasa mənlə mütləq əlaqəyə keçsin. Rəylərdə yazsın, mən ona nömrəmi yazacağam. Və yaxud da ola bilər indi bərkidim, videonu montaj eləyəndən sonra yadımdan çıxmasa, burada videonun altında nömrəm gedəcək. Həmən nömrə ilə əlaqə saxlasın və yaxud da rəylərdə ən azından bir komment yazsa ki, bəli, mən tanışım var, 100 min, Türkiyə zəhmət olmasa nömrəmi ver. Mütləq ki, nömrəmi verəcəm. İndi belə də deyirəm, 055 723 44 82. BYD qrupa da açsaz, orada keçid etsəz və qrupa istək atsaz, mütləq ki, orada mənim nömrəmi də görəcəksiniz, qrupun admini olaraq. Mənlə əlaqə saxlayın və yaxud da ola bilər Kanqan, nə bilim, digər brendlərdən də ola bilər, fərqi yoxdur. Hongqi də ola bilər, nə bilim, parklarda sürülən çox maşınlar var. Amma ən çox bilirəm ki, sürülən bu iki markadır. Zəhmət olmasa rəylərdə yazarsınız. Bir görüşüb bir podkast çəkərik və əlbəttə ki, ödənişimizi də eləyəcəm. Belə, bu servis vloqumuzdan da bu qədər. Dediyim kimi, maşın, gəlin indi odometrə baxaq. 33.548, 33.000 keçmişəm. Heç bir şikayətim yoxdur. Çox vaxt indi rulun rəng getməsinə falan baxırlar. Sizenkaların, abifkaların, buraların yiyilməsinə, rəngin getməsinə baxa bilərsiniz, knopkalara falan, buralara. Maşını çöldən yəqin ki, rəngimi falan gördünüz. Heç bir şey yox idi məncə. Bir dəqiqə. Heç bir şey yoxdur. Heç bir şikayətim də yoxdur. Maşın 33 mindən artıq görürsünüz ki, keçib. Belə qapıların, rutkalarının rəngləri falan. Yəni mənim oturacaq belə heç bir rəng getmə,
Kojasında partlama, çartlama. Buyurub baxa bilərsiniz. Heç bir şey yoxdur. Şuralar maşın özün doğruldu və doğrultmağa da davam eləyir. Bu da onun qardaşı Kim Plus. Belə siz nə qədər sürmüsünüz rəylərdə yazarsınız zəhmət olmasa və hansısa bir problemlə qarşılaşmısınız. Amma realda yəni alverçilər bura tökülüşüb. Koreya, Amerika avtomobilləri, Alman avtomobilləri satanlar zəhmət olmasa burada yalandan rəylər yazmayın. Bilirəm ki, realda bu maşınlar heç bir problem yaratmayıb hələ ki, şükür Allaha. Və bir də inşallah videonu izlədinizsə və bir baycı sürücüsüzsə qrupa istək atın, qrupa qoşulun. İnşallah bir 200 nəfərə falan çataq. İnşallah 200 nəfər cəm şəkildə yox, bir görüş təşkil edərik. Və görüşdə də inşallah hədiyyələrimiz olacaq. BYD sürənlərə. Odur ki, qoşulun qrupumuza və izləmədə qalın. Belə, bu videomuzdan da bu qədər. İnşallah ki, gələn videolarda səslənərik. Özünüzə yaxşı baxın. Allah'a emanet.